Tamam. Sırayla hər kəs səsi bağlasın. Kimin adını çəkirəmsə o. İlk öncə ardıcıl gedək. Zoom kullanıcısı adı ilə girən müəllim elə ekranınızda çıxdı. Zoom kullanıcısı. Görüntünüz açıq olan müəllim. Yəqin adınızı bilmirsiniz də. Aliyeva adı ilə girən müəllim. Bəli, müəllimə buradayım. Oxuyun. Müəllim uşağın ailəsini tanımadan effektiv təlim apara bilər. Qətiyyən razı deyiləm. Müəllim uşağın ailəsini tanımalıdır, uşağın xarakterini bilməlidir ki, təlim aparsın da. Sadəcə razı deyiləm də kifayət edir. İcma əsaslı proqramda valideynin iştirakı seçim xarakteri daşıyır. Razıyam burada. Qətiyyən. Təhsil Bu tutacağıdır icma, müəllim, uşaq, valideynin birlikdə əməkdaşlığı. bəs hə proqram deyir orada. Proqramlar standartlaşdırılmış olmalı, ailə xüsusiyyətləri nəzərə alınmalıdır. Bu da Alınmamalıdır. olmamazsa qətiyyən razı deyiləm. Cümlənin sonunu həmişə diqqətli oxuyun. Bunu çox müəllimdə diqqətsizliyi görürəm. Cümlənin sonuna fikir verin. Uşaqlar üçün yaradılan şərait onların ev şəraiti ilə uyğun olmalıdır. Tamamilə razıyam. Hı -hı. Ailə və müəllim arasında münasibətlər qarşılıqlı etibar vacib deyil. Qətiyyən razı deyiləm. Sonra Arzu Ələkbərova ona qədər. Müəllim ailələrlə təlim nəticələrini açıq şəkildə paylaşmalıdır. Razıyam. Tamamilə. Ailə ilə müzakirələr uşağın maraqlarına uyğun yönləndirmə yaradır. Tamamilə razıyam. Hı -hı. Uşaqlar ailə daxilində qazandığı təcrübələri təlim prosesində əks etdirməlidir. Tamamilə razıyam. Razıyam da kifayət qədər sadə sualdır. İcma əsaslı təlim yalnız oyunlara əsaslanmalıdır. Razıyam. Razı deyiləm, yalnız. Ha. Yalnız. Ailə Sadəcə ilə yalnız söz olmasaydı, bəli, razıyam, tamamilə razıyam olardı. Amma yalnız sözünə görə olmur. Ailə ilə sıx əməkdaşlıq müəllimə əlavə məsuliyyət yükləyir. Razı deyiləm. Hı -hı, bəli. Burada qismən razıyam da seçmək olar. Əlavə məsuliyyət, neytral cavab. Aynur müəllimə 15-ə qədər. Salam müəllimə. Tamam, biraz sürətli olun, xahiş edirəm. Proqramda ailənin və uşağın ehtiyaclarına uyğun fəaliyyətlər olmalıdır. Tamamilə razıyam. Hı -hı. Müxtəlif sosial təbəqədən olan uşaqların birlikdə təlim inklüzivliyə xidmət edir. Tamamilə razıyam. İcma əsaslı proqramlarda ailənin iştirakı uşağın tənbəlliyinə səbəb olur. Xeyr, razı deyiləm. Qətiyyən. Qətiyyən razı deyiləm. Proqram ailə, uşaq və müəllim arasında körpü rolunu oynamalıdır. Tamamilə razıyam. Hı -hı. Ailə və müəllim birgə planlaşdırma aparmalıdır. Tamamilə razıyam. Aysun Əsədullayeva. 16. İcma əsaslı proqramlar mədəni dəyərləri qorumağa kömək edir. Tamamilə razıyam. Razıyam da kifayət. Ailə ilə əməkdaşlıq müəllimin İkisini də işini seçsəz olar. Yəni hansını seçsəniz fərqi yox. Ailə ilə əməkdaşlıq müəllimin işini çətinləşdirir. Razı deyiləm. Uşaqlar ailədə qazandıqları vərdişləri təlimə daşıyırlar. Razıyam. Tamamilə. İcma əsaslı proqramda uşaq qərar vermə prosesinə daxil edilməlidir. Tamamilə razıyam. Hı -hı.
Valideynin iştirakı uşağın dərsə marağını azaldır. Qətiyyən razı deyiləm. Ben Aysu Səmədova. Uşağın mühitlə qarşılıqlı əlaqəsi təlimin əsas tərkib hissəsidir. Tamamilə razıyam. Ailələrin cəlb olunması proqramın səmərəliliyini azaldır. Qətiyyən razı deyiləm. İcma əsaslı proqram uşağın rifahına yönəlik tərbiyə prosesidir. Razı. Tamamilə razıyam. Tamamilə. Səsləri bağlayın. Müxtəlif ailə modellərinə uyğun fəaliyyətlər hazırlanmalıdır. Tamamilə razıyam. Hı hı. İcma əsaslı proqramlarda müəllimin əsas vəzifəsi müşahidədir. Qətiyyən razı deyiləm. Xeyr, düşmür. Niyə ki? Qism. Müşahidə. Azər Aynen. Nəcəfli adıyla girən müəllim. Oxuyun. Salam müəllimə. Salam. Müəllimə, üzr istəyirəm. Neçənci sualda qalmışdı? 26-da. Ailələrin görüş və tədbirlərə cəlbi icma əlaqələrini gücləndirir. Razıyam. Tamam. Bir noktada sorun kalma. Nasıl? İcma Bir dəqiqə. əsaslı Bir dəqiqə. Səsləri bağlayın. Kimin adını çəkirəm, o açsın. Evdə həm səs gəlir, həm də səs açırsınız. Davam edin. icma əsaslı hazırlıqda uşaqlar özlərini ifadə etməkdə daha sərbəstdirlər. Tamamilə razıyam. Hı hı. Uşaqların oyunlarında ailəvi təcrübələri əks olunur. Müəllimə, bu necə demək olar? Mən bu tam anlamadım. Təcrübə də, təcrübələrinə əsasən oyunlarda əks edir. Tamamilə razıyam. Təcrübədən istifadə olunur yəni. Hə, tamam. Uşağın evdəki mühiti də araşdırılır, öyrədilir və ondan istifadə edilir. Hə, bildim müəllimə. Çox sağ olun. Başa. İcma əsaslı müəllim uşaqlarla demokratik münasibət qurmalıdır. Razıyam onlarda müəllimə. Tamamilə demokratik, bərabər hüquqların qorunması. Yerli icmanın dəstəyi olmadan sosial öyrənmə çətinləşir. Müəllimə, yerli icmanın dəstəyi nə deməkdir ki bu? Dəstəkdə, yəni icma dəstəyi olmasa deyir, Bunda öyrənmə çətinləşir. tamamilə razıyam olan Sadəcə müəllimə. razıyam, kifayətdir. Tamamilə ehtiyac yox. Təlim proqramı təkcə dövlət planı. 30-a qədər. Hə, tamam. Sağ olun müəllimə. Cəlal Rızayev adı ilə girən müəllim. Elena müəllimə. Emilya müəllimə. Elena müəllimə. Salam. Salam. Təlim proqramı təkcə dövlət planı əsasında aparılmır. Razıyam. Aparılmalıdır. Aparılmalıdır. Cümləni sona qədər oxuyun. Təkcə dövlət proqramı, heç bir əlavə edə bilmərəm. Təbii ki, razı deyiləm. Ailə və icma dəstəyi olmadan davamlı təhsil mümkün deyil. Tamamilə razıyam. Hı hı. Proqramlarda uşaqların ideyalarına yer verilməməlidir. Qətiyyən razı deyiləm. Bəli. Təlimin planlaşdırılmasında uşaqlar da iştirak edə bilər. Razıyam. İcma əsaslı proqramda fərqli dillərdə danışan uşaqlar iştirak edə bilməz. Qətiyyən razı deyiləm. Bəli, dilinə, cinsinə görə uşaqlara fərq qoyulmamalıdır. Emilya müəllimə. 36. İcma əsaslı hazırlıq müəllimindən daha az pedaqoji bacarıq tələb edir. Razı deyiləm, qətiyyən razı deyiləm. Qismən. Qismən. Səsləri bağlayın. Proqram uşağın ailə dəyərlərinə uyğun planlaşdırıldıqda daha təsirli olur. Qismən. Tamamilə. Uşağa Tamam. uyğun şəkildə. Aha. İcma əsaslı proqramlarda yalnız oyun əsaslı fəaliyyətlər aparılır, qətiyyən. Razı deyiləm də kifayət edər. İcma
İcma əsaslı proqramlarda standartlaşdırılmış şəkildə olmalıdır. Tamamilə razıyam. Xeyr, razı deyiləm. Çərçivədən kənara çıxmıram. Uşaq anidən bir oyun oynamaq istəyir. Deyirəm, yox, olmaz. Proqramda yoxdur. O mənadadır. Valideynin tənqid edici yanaşması uşağın icmaya adaptasiyasını çətinləşdirə bilər. Valideynin tənqid edici yanaşması razıyam. Tamamilə. Deyirəm, səndən heç nə olmaz. Səndə alınmayacaq. Təbii ki, uşaq özünə qapanar. Sonra Fatimə Məmmədova 45-ə qədər. İcma əsaslı təhsildə uşağın ev mühitindəki vərdişləri nəzərə alınmamalıdır. Qətiyyən razı deyiləm. Uşaqların səhər qarşılama mərasimi onların emosional inkişafına müsbət təsir edir. Tamamilə razıyam. İcma təhsilində ailələrin əməkdaşlığı vacib sayılmır. Qətiyyən razı deyiləm. İcma təlimində uşaqlara qərar vermə bacarığı öyrədilməlidir. Tamamilə razıyam. Qrup daxilində uşaqlara sərbəst seçim imkanı verilməsi onların məsuliyyətli hissini gücləndirir. Tamamilə razıyam. Tam da sərbəstliyi tamamilə seçmək olmaz. Mən razıyam. Fəridə müəllimə. Bəli, mən oxuyuram. 46. İcma əsaslı hazırlıqda uşaqların fərdi inkişaf tempinə uyğunlaşdırılmış fəaliyyətlər vacibdir. Tamamilə razıyam. Uşaqların hüquqları yalnız məktəb yaşında təmin olunmalıdır. Razı deyiləm. Qətiyyən razıyam. İcma əsaslı qruplarda müəllimlər valideynlərlə sosial əlaqə saxlamalıdır. İcma əsaslı qruplarda müəllimlər valideynlər tamamilə razıyam. Razıyam da kifayət edər. İcma təlimində uşaqlara cəmiyyətə uyğunlaşma yolları göstərilməlidir. Razıyam. Cəmiyyət. Tamamilə razıyam. Şəxsi sosial məsuliyyət Tamamilə razıyam. Valideynlər uşaq fəaliyyəti zamanı müşahidəçi kimi iştirak edə bilməz. Qətiyyən razı deyiləm. Bəli. Sonra Fidan Sarıyeva. İcma təlimində oyun uşağın əsas öyrənmə vasitəsidir. Tamamilə razıyam. Emosional zəka bacarıqlarına diqqət etmək icma təhsilində ikinci planda qalır. Razı deyiləm. Qətiyyən, bəli. Uşaq fəaliyyətində təbiətə çıxış və müşahidə imkanları geniş olmalıdır. Razıyam. Tamamilə. Təbiətə çıxış, estetik yaradıcı inkişaf. İcma təlimində müəllim yalnız təlimat verən deyil, həm də fasilitator olmalıdır. Razıyam. İcma əsaslı təhsildə valideynin fikri nəzərə alınmaya bilər. Qətiyyən razı deyiləm. Bəli. Səadət müəllimə. İcma modelində uşağın sosial mühiti onun təlim keyfiyyətinə təsir edir. Tamamilə razıyam. İcma əsaslı qruplarda inklüzivliyə xüsusi diqqət yetirilməlidir. Tamamilə razıyam. Uşaqla ünsiyyət zamanı müəllimin səsi və mimikası qeyri-mühüm hesab olunur. Qətiyyən razı deyiləm. İcma əsaslı təhsildə təcrübəyə əsaslanan fəaliyyətlər nəzəri biliklərdən daha önəmlidir. Razıyam. Səsləri bağlayın. Uşağın ailə həyatında yaşadığı çətinliklər onun icma daxilində davranışlarına təsir edə bilər. Razıyam. Tamamilə. 61 oxuyum mən? Yox. Günay müəllimə. İcma əsaslı təhsil mühiti uşaqların yalnız akademik inkişafını hədəfləyir. Razı deyiləm. Qətiyyən, sadəcə akademik, öyrənmə, bəs əyləncə. Yalnız deyil, bəli, qətiyyən. İcma müəllimi uşağın gündəlik davranışını müşahidə etməli və valideynlə bölüşməlidir. Tamamilə razıyam. Razıyam da seçmək olar. Razıyam. İcma əsaslı yanaşmada uşaqlara yalnız cədvələ əsaslanan sərt təlim verilir. Qətiyyən razı deyiləm.
Ailə ilə əməkdaşlıq uşağın davranış problemlərinin həllinə kömək edə bilər. Tamamilə razıyam. Uşağın müstəqil fəaliyyət aparması onun özünə inamını inkişaf etdirir. Tamamilə razıyam. Bəli. Gülkərim. Bəli. Bir dəqiqə. Uşağın fikirlər, icma təhsilində uşaqlara qrup daxilində liderlik bacarığı inkişaf etdirilməlidir. Tamamilə razıyam. Uşağın Çox razıyam da kifayətdir. Uşağın fikirlərinin nəzərə alınması onun ictimai iştirakçılıq bacarığını inkişaf etdirir. Nəzərə alındı. Razıyam. İctimai, özünü ifadə etmə. Tamamilə Tamam. razıyam. İcma əsaslı hazırlıqda müəllim hər uşağa eyni yanaşmanı tətbiq etməlidir. Qətiyyən razı deyiləm. Uşaq fəaliyyəti zamanı fiziki mühitin təhlükəsizliyi önəmlidir. Tamamilə razıyam. Baxın, 68 var ha. Orada Bəli. desəydi ki, icma əsaslı hazırlıqda tərbiyəçi müəllim hər bir uşaqda bərabər imkanları qorumalıdır. Onda olardı tamamilə. Amma burada Bəli. eyni yanaşma. Bəlkə biri autizmlidir, əqli gerilidir, biri fiziki Bəli, inkişafı bəli. zəifdir. Mən necə eyni yanaşma tətbiq edə bilərəm? Bəli. Uşaq fəaliyyəti zamanı fiziki mühitin təhlükəsizliyi önəmlidir. Tamamilə razıyam. İcma əsaslı qruplarda uşaqların emosiyalarını ifadə etməsi dəstəklənməlidir. Tamamilə razıyam. Gülidə müəllimə. İcma müəllimi uşaqlarla yalnız təlim zamanı ünsiyyət qurmalıdır. Qətiyyən razı deyiləm. Valideynlər uşaqların fəaliyyətini müşahidə edə bilməli və rəy bildirməlidir. Razıyam. Gülkərim, səsi bağlayın. Aha, razıyam. İcma əsaslı təhsildə oyun və təcrübəyə əsaslanan öyrənmə daha təsirlidir. Tamamilə razıyam. Uşaqla davranış zamanı müəllimin səbirli və anlayışlı olması vacib deyil. Qətiyyən razı deyiləm. İcma əsaslı proqramlar sosial bacarıqların formalaşması üçün əlverişlidir. Tamamilə razıyam. Bəli. Sonra Gültəkin müəllimə. Fəaliyyət güşələrinin müxtəlifliyi uşaqların marağını artırır. Tamamilə razıyam. Aha. Uşağın psixoloji rifahı təhsil prosesində nəzərə alınmaya bilər. Psixoloji rifahı. Qətiyyən razı deyiləm. Psixoloji rifah bilirsiniz nədir? Uşağı zorakılıqdan qorumaq hər türlü. Bəli. İcma müəllimi uşağın şəxsi maraqlarının və ehtiyaclarını nəzərə almalıdır. Tamamilə razıyam. Tərəfdaşlıq prinsipi icma əsaslı təhsil modelinin əsasını təşkil edir. Tərəfdaşlıq təşkil edir. Tamamilə razıyam. Müəllim uşağın səssizliyini təkcə passivlik kimi qəbul etməməlidir. Bəli, düzdür, tamamilə razıyam. Aha, bəli. İcma əsaslı. Yox, 80-ə qədər. 3 dənə honor var. Honor X1. Bəli, müəllimə. Hər vaxt 2 dənə honor X1 var. Adlarınızı qeyd edin, bilin. Sevinç müəllimə. Digər honor X1 adınızı. Günel müəllimə. Necə? Günel müəllimə. Birinci Sevinç müəllimə, sonra Günel müəllimə oxuyun. İcma əsaslı təlimdə qrup daxilində müstəqil öyrənmə təşviq edilməlidir. Razıyam. Uşaqların öz fikirlərini sərbəst bildirməsi onların təhsil prosesində iştirakçılığını artırır. Tamamilə razıyam. İcma əsaslı təhsildə şifahi tərif və müsbət mövqelər motivasiyanı gücləndirir. Tamamilə razıyam. Razıyam ki. Hər bir uşaq eyni şəkildə və eyni sürətlə inkişaf etməlidir. Qətiyyən razı deyiləm. İcma əsaslı müəllimlər yalnız tədris vəsaiti ilə kifayətlənməlidir. Qətiyyən razı deyiləm. Günel müəllimə davam edin. Fəaliyyət mərkəzi uşaqların maraqlarını nəzərə alınaraq təşkil edilməlidir. Razıyam. Tamamilə razıyam. Tərbiyəçi uşağın hüquq və azadlıqlarını müdafiə etməlidir. Tamamilə razıyam. İcma əsaslı proqramda müsbət davranış nümunələri uşaqlara modelləşdirilməlidir. Tamamilə razıyam. Uşaqlarla aparılan fəaliyyət təkrarçılıq motivasiyanı artırır.
Uşaqlarla aparılan fəaliyyətlərdə təkrarcılıq motivasiyanı artırır. Tamamilə razıyam. Qismən hər uşağa aid deyil. İcma əsaslı təlim yalnız müəllim rəhbərliyi ilə aparılmalıdır. Razıyam. Qətiyyən. Sadəcə Qətiyyən. rəhbərliklə aparmır. Uşaqlar da özünə də rol model olması üçün deyərəm ki, məsələn, sən həkim ol, sən müəllim ol, sən şagird ol, rəhbərlik et. Bu tipdə. Hə? Aydındır müəllim. Sonra Honor X9 adı ilə girən. Honor X9. Yaxşı, Jalə Allahverdiyeva. Müəllimə, bəs Samsungdur? Yox, Honor var, onu deyirəm. Könül müəllimə. Bəli. Oxuyum, Valideynlərlə iş birliyi uşağın məktəbdə münasibətini formalaşdırır. Tamamilə razıyam. Razıyam, kifayətdir. İcma müəllimi 90. İcma müəllimi özünü davamlı inkişaf etdirməlidir. Tamamilə razıyam. Uşağın yaşına uyğun təlim təşkil olunması onun öyrənməsini asanlaşdırır. Uşağın yaşına uyğun. Tamamilə razıyam. Sonra emosional təhlükəsizlik olmadan effektiv təlim mümkün deyil. Razıyam. Tamamilə. Tamamilə razıyam. Təhlükəsizlik varsa əgər tamamilə olur. Yadda saxlayın. Bəli. İcma əsaslı təhsildə uşaqların maraqları yox, valideyn istəkləri əsasdır. Qətiyyən razı deyiləm. Bəli. Yeganə müəllimə. İcma qrupunda uşağın bacarığına görə fərqli vəzifələr verilməsi inkişafı dəstəkləyir. Tamamilə razıyam. Sadəcə razıyam, kifayət edər. İcma təhsili yalnız oyun əsaslı deyil, eləcə də məqsədyönlü öyrənməyə əsaslanmalıdır. Razıyam. Niyə? Sadəcə oyun yox da, həm də öyrənmə tamamilə. Tamamilə razıyam. Uşaqların bir-birini dinləməsi sosial bacarıqlarını inkişaf etdirir. Tamamilə razıyam. Sosial elədir ki, hansını yazsaz olar, fərq etmir. İcma əsaslı müəllim həm lider, həm də müşahidəsi olmalıdır. Tamamilə razıyam. Hər bir uşaq qrupun faydalarını formalaşdırma prosesində iştirak etməlidir. Razıyam. Buna razıyam demək olar. Razıyam, bəli. Sonra keçək test 4-dən. Burada da icma 4. Sonra kimdə qaldıq? Məmmədova Lalə. Bəli, müəllimə. Oxuyun. Tərbiyəçi uşaqla yalnız problem yaşandıqda ünsiyyət qurmalıdır. Qətiyyən razı deyiləm. Uşaqla empatiya qurmaq tərbiyəçinin vacib keyfiyyətlərindəndir. Tamamilə razıyam. Uşağın təlimdə iştirak etməsi üçün fiziki və emosional rahatlığı təmin edilməlidir. Tamamilə razıyam. Ailənin dəyərləri və inancları icma proqramına uyğunlaşdırılmalıdır. Tamamilə razıyam. Qismən. Uşaqlar arasında əməkdaşlıq və paylaşma bacarıqları planlı şəkildə formalaşdırılmalıdır. Burada da tamamilə razıyam. Razıyam da olar, amma yadda saxlayın. Sonra Nazlı müəllimə. Bəli, müəllimə. İcma əsaslı proqramda yalnız akademik fəaliyyətlər yer almalıdır. Qətiyyən razı deyiləm. Valideynin uşağın təhsil ilə maraqlanması onun uğuruna təsir edir. Tamamilə razıyam. İcma əsaslı təlimdə uşağın qavrayışı ilə bağlı fərqlər təlimin diferenslaşdırılmasını tələb edir. Razıyam. Müəllimin uşağa baxışı onun öyrənməsinə ciddi təsir göstərə bilər. Tamamilə razıyam. Qrupda aqressivlik davranış göstərən uşağa empati qurmaq və onunla fərdi məşğələlər təşkil etmək vacibdir. Tamamilə razıyam.
Hı hı. Fatma müəllimə. Uşağın təhlükəli davranışları səbəbindən dərhal qrupdan uzaqlaşdırılması daha məqsədə uyğundur. Qətiyyən razı deyiləm. Valideynin icma fəaliyyətinə cəlb olunması uşağın inkişafına mənfi təsir göstərə bilər. Qətiyyən razı deyiləm. Razı deyiləm, kifayət. Yaxşı. İcma əsaslı təhsil prosesində uşağın ailə üzvləri ilə sıx əməkdaşlıq vacibdir. Razıyam. Tamamilə. Amma digər uşaqların və valideynlərin təzyiqi ilə fərqli davranışlı uşağın təhsildən uzaqlaşdırılması doğru yanaşmadır. Qətiyyən razı deyiləm. Tərbiyəçi uşağın maraq və ehtiyaclarına əsaslanaraq fəaliyyətlər planlaşdırmaqdır. Tamamilə razıyam. Hı hı. Nigar müəllimə. Nigar müəllimə. Nuranə Qasımova. Surətli. 17-dən oxuyuram. 16. İcma əsaslı təhsildə valideynlərlə fikir ayrılığı yaranarsa müəllim onlardan uzaq durmalıdır. Qətiyyən razı deyiləm. Sadəcə razı deyiləm. Uşaqlara təhlükəsizlik qaydalarını öyrətmək üçün müasir metodlardan istifadə olunmalıdır. Razıyam. Tamamilə dedim, hələ təhlükəsizlik varsa. Hər bir uşağa eyni fəaliyyətlər tətbiq olunmalıdır ki, ədalətli yanaşma təmin olunsun. Razı deyiləm. Qətiyyən. Uşağın ailə mühitini nəzərə almadan davranışını qiymətləndirmək yanlış ola bilər. Tamamilə razıyam. Valideynlər qrupun işinə müdaxilə etdikdə dərhal xəbərdarlıq edilməlidir. Razıyam. Qismən birinci özümüz həll etməyə çalışmalıyıq. Sonra Nuranə müəllimə davam edin. İcma əsaslı yanaşma müəllimin müstəqil qərar vermək hüququnu məhdudlaşdırır. Razı deyiləm. Təhlükəli davranış göstərən uşaqlar xüsusi müşahidə və dəstəyə ehtiyac duyurlar. Tamamilə razıyam. Uşaqlara yalnız sözlə nəyin təhlükəli olduğunu izah etmək kifayətdir. Razı deyiləm. İcma əsaslı təhsildə müəllim uşağın ailəsi ilə qarşılıqlı hörmətə əsaslanan münasibət qurmalıdır. Tamamilə razıyam. Fərdi inkişaf planı yalnız xüsusi ehtiyacı olan uşaqlara tətbiq olmalıdır. Yox, yalnız deyirsə qətiyyən razı deyiləm. Nuray müəllimə. Bəli. Qrup daxilində uşaqlar arasında əməkdaşlığa əsaslanan fəaliyyət təşkil olunmalıdır. Tamamilə razıyam. Uşaqların davranışlarını dəyişmək üçün qorxu yaratmaq effektiv vasitə qətiyyən razı deyiləm. Sonra müəllim yalnız pedaqoji heyətlə əməkdaşlıq etməli, ailə və icmanı cəlb etməyə ehtiyac yoxdur. Qətiyyən razı deyiləm. İcma əsaslı təhsildə uşaq, ailə və müəllim bərabər tərəfdaş kimi qəbul olunur. Tamamilə razıyam. Sonra icma əsaslı təhsildə uşaq təşəbbüsləri nəzərə alınmalı və dəstəklənməlidir. Tamamilə razıyam. Nurlanə müəllimə. Bəli. Uşaqla münasibətdə etik qaydaların pozulması onun təlim motivasiyasını azalda bilər. Tamamilə razıyam. İcma əsaslı müəllim uşaqları yalnız davranış qaydalarına əməl etməyə məcbur etməlidir. Qətiyyən razı deyiləm. Valideynin təhsil prosesində iştirakının məhdudlaşdırılması uşağın inkişafına mənfi təsir göstərə bilər. Razıyam. Uşaqların qərar vermə prosesinə cəlb olunması onların məsuliyyət hissini artırır. Tamamilə razıyam. Uşaqlarla ünsiyyət zamanı onların duyğularını dinləmək onların emosional inkişafı üçün vacibdir. Tamamilə razıyam. Nigar müəllimə. Bəli, müəllimə. Məktəbəqədər yaş dövründə uşaqlara maliyyə savadlığı mövzusunda bilik vermək uyğun deyil. Razı deyiləm. Fəaliyyət güzəştlərinin yaradılması uşaqların müstəqil öyrənmə bacarıqlarını inkişaf etdirir. Fəaliyyət güzəştləridir. Tamamilə razıyam. Və kitab, əl əməyi.
Valideynlərin təhsildə iştirakı yalnız illik yığıncaqlarla məhdudlaşdırılmalıdır. Qətiyyən razı deyiləm. Oyunun təlim metodları arasında mühüm yer tutması uşağın təlimə motivasiyasını artırır. Oyun əsas təlim metodudur. Tamamilə razıyam. Uşaqların təfəkkürünü inkişaf etdirmək üçün yalnız verbal üsullardan istifadə olunmalıdır. Qeyri-verbaldan da istifadə etmək olar da mən razı deyiləm. Bəli. Nərmin İbadova. Anladım. Məktəbəqədər kurikulum uşağın hərtərəfli inkişafına yönəlməlidir. Tamamilə razıyam, çünki kurikulum deyil. Düzdür. Uşaqlarda, yox, müstəqil öyrənmə bacarığı yalnız məktəb yaşında formalaşır. Razı deyiləm. Qətiyyən. Qətiyyən razı deyiləm. Uşaqlara ətraf mühitə hörmətlə yanaşma vərdişi erkən yaşlardan aşılanmalıdır. Tamamilə razıyam. İnklüziv təhsildə bütün uşaqlar üçün eyni tədris üsulları tətbiq olunmalıdır. Bunda əslində qərarsız qalmışam. İnklüziv təhsil... Razı deyiləm. Razı deyiləm. İnklüziv təhsil bütün uşaqlar üçün eyni tətbiq olunmalıdır. Müəllimə, orada qətiyyən razı deyiləm seçə bilərik, yoxsa? Seçə bilərsiniz, fərqi yoxdur. Bu suallar elədir ki, bu tipdə olanlarda fərq etmir. Hansını seçsəz olar, yəni səhv hesab edilmir. Fiziki fəallıq uşağın yalnız bədən inkişafında deyil, psixi inkişafına da təsir edir. Tamamilə razıyam. Bəli. Sonra Redmi 8A. Uşaqlara qərar vermə bacarığının aşılanması onların gələcəkdə məsuliyyətli vətəndaş olmasına mane yaradır. Qətiyyən razı deyiləm. Məktəbəqədər təhsildə oyunlar vasitəsilə təlim daha effektiv olur. Tamamilə razıyam. Uşaqların fikrini ifadə etməsi üçün onlara söz verilməlidir. Verilməlidir. Bağışlayın. Uşaqların fikrinin ifadə etməsi üçün onlara söz verilməməlidir. Qətiyyən razı deyiləm. Sosial bacarıqların inkişafı məktəbəqədər dövrdə mühüm yer tutur. Tamamilə razıyam. Müəllim uşağın ehtiyaclarını nəzərə alaraq fərdi yanaşma göstərməlidir. Tamamilə razıyam. Redmi A5. Bəli, müəllim buradayım. Erkən yaşda kitab oxumaq uşağın təfəkkürünə təsir göstərmir. Razı deyiləm. Qətiyyən. Qətiyyən. Fərqli yaş qruplarında olan uşaqların birlikdə fəaliyyəti sosiallaşmasını gücləndirə bilər. Tamamilə razıyam. İctimai dəyərlərin aşılanması məktəbəqədər mərhələdə başlanmalıdır. Məncə tamamilə razıyam buna da. Ətraf mühit uşağın inkişafına təsiri minimumdur. Qətiyyən razı deyiləm. Sadəcə razı deyiləm. Uşaq təhsilinə estetik zövqün inkişafı gələcək yaradıcı düşüncənin təməlini qoyur. Tamamilə razıyam. Bəli. Redmi Note 8. Yox, 5. Redmi Note 8. Bəli, müəllim. Məlumat texnologiyalarından məktəbəqədər təhsildə istifadə etmək uşağın təfəkkürünü məhdudlaşdırır. Razı deyiləm. Uşaqlara öz səhvlərini dərk etməyi öyrətmək onların məsuliyyət hissini gücləndirir. Razıyam, tamamilə razıyam. Tamamilə. Məktəbəqədər yaş dövründə şifahi nitqin inkişafı üçün mütaliə mühüm rol oynayır. Razıyam, tamamilə razıyam. Çünki məktəbəqədər təhsildə təcrübə əsaslı öyrənmə uşağın biliyin mənimsənməsini çətinləşdirir. Razı deyiləm. Qətiyyən razı deyiləm. Çünki orada təcrübəli əsaslı deyilir. Təcrübə əsaslı. Sosial emosional bacarıqlar məktəbəqədər təhsil proqramlarının əsas komponenti olmalıdır.
Sosial-emosional bacarıqlar məktəbəqədər təhsil proqramlarının əsas komponenti olmalıdır. Razıyam. Tamamilə razıyam. Tamamilə. Tamamilə. Sonra Redmi Pad 8. Yəqin kompüterlə, planşetlə qoşulmusunuz. Redmi Pad 8. Yaxşı. Aytən Məmmədova. Renat adı ilə girən. Hər vaxtınız xeyir müəllimə. 61-dən başlayır da, hə? Bəli. Uşaqların ətraf aləmlə tanış olması onların dünya görüşünün formalaşmasına yardım edir. Tamamilə razıyam. Fiziki inkişafla bağlı fəaliyyətlər məktəbəqədər proqramlarda ikinci dərəcəli yer tutur. Razı deyiləm. Uşaq hüquqları ilə bağlı məlumatların uşaqlara sadə dillə çatdırılması vacibdir. Tamamilə razıyam. Təlim zamanı uşaqların iştirakı məhdudlaşdırılmalı, müəllim mərkəzi yanaşma üstün tutulmalıdır. Təlim zamanı uşaqların iştirakı məhdudlaşdırılmalı. Qətiyyən razı deyiləm. Uşaq fəaliyyəti zamanı yaranan problemləri onun özü həll etməyə təşviq edilməlidir. Qismən razıyam müəllimə. Tamamilə. Problemi uşağın həll etməyinə təşviq etməliyəm. Tamamilə razıyam. Ruhanə müəllimə. Təhlükəsizlik qaydaları yalnız məktəb yaşına çatmış uşaqlara öyrədilməlidir. Qətiyyən razı deyiləm. Sadəcə razı deyiləm də kifayət edər, amma bu da seçilə bilər. Təhlükəsizlik qaydalarını bilim. Əmək fəaliyyətinə cəlb olunan uşaq məsuliyyətli davranış nümayiş etdirə bilər. Tamamilə razıyam. Məktəbəqədər təhsildə uşağın passiv dinləyici kimi qalması qətiyyən razı deyiləm. Effektiv nəticə verir. Mən deyirəm yatır hələ. Səsləri bağlayın. Məktəbəqədər təhsildə qətiyyən razı deyiləm. Yaradıcı fəaliyyət Bir dəqiqə. Bir dəqiqə. Ayımızda mən patamızı zamokuna çıxın dəyiş. Səsə diqqət edin daha. Davam edin. Yaradıcı fəaliyyət uşaqların tənqidi düşünmə bacarıqlarını da inkişaf etdirə bilər. Tamamilə razıyam. Bəli. Psixoloji rifah 5. Rəhana müəllimə. Hə, 5, 70 oxumamısınız, oxuyun. Bəli, bəli. Psixoloji rifah məktəbəqədər uşaqlar üçün o qədər də vacib deyil. Qətiyyən razı deyiləm. Rəhana müəllimə. Kurikulum planlaşdırarkən uşaqların maraqları və ehtiyacı nəzərə alınmalıdır. Tamamilə razıyam. Valideyn müəllim əməkdaşlığı məktəbəqədər təhsil üçün əhəmiyyətsizdir. Qətiyyən razı deyiləm. Dəyərlər təlimi uşaqlara erkən yaşlarda aşılamalıdır. Tamamilə razıyam. Uşaqlar yalnız akademik biliklərlə yetişdirməlidir, sosial bacarıqlara ehtiyac yoxdur. Qətiyyən razı deyiləm. Uşaqların sual verməsinə imkan yaratmaq onların idrak inkişafını sütunlaşdırır. Tamamilə razıyam. Rəqsanə müəllimə. Bəli, müəllim, axşamınız xeyir. Tərbiyəçi uşaqlarla işləyərkən mütləq sərt və tələbkar olmalıdır. Qətiyyən razı deyiləm. Məktəbəqədər təhsil müəssisələrində planlaşdırılma sistemli şəkildə aparılmalıdır. Tamamilə razıyam. Qrup fəaliyyətləri uşaqlarda əməkdaşlıq və paylaşma bacarıqlarını zəiflədir. Qətiyyən razı deyiləm. Uşaq hüquqları təhsil mühitində qorunmalı və bu bütün müəllimlərin borcu. Tamamilə razıyam. Tərbiyəçi fəaliyyət zamanı yalnız dərslikdən istifadə etməlidir. Yalnız dərslikdən istifadə etməlidir. Razıyam. Qətiyyən. Qətiyyən.
Diqqətli olun. Rəvanə müəllimə. İnkluziv təhsil uşaqlara bərabər imkanlara malik olmasını təmin edir. Tamamilə razıyam. Uşağın davranışlarını müşahidə edərək onun inkişaf səviyyəsi haqqında fikir yürütmək olar. Tamamilə razıyam. Uşaqlara yalnız evdə sosial davranış qaydaları öyrədilməlidir. Qətiyyən razı deyiləm. Təlim zamanı uşaqlara sərbəstlik verilməsi onların məsuliyyət hissini artırır. Tamamilə razıyam. Valideynlərin təlim-tərbiyə prosesinə cəlb olunması uşaq inkişafına mənfi təsir göstərir. Qətiyyən razı deyiləm. Bəli. Sahibə müəllimə. Bəli, müəllimə. Valideynlərin təlim-tərbiyə prosesinə cəlb olunması uşaq inkişafına hər bir uşaq fərdi şəkildə inkişaf edir və bu fərqlilik nəzərə alınmalıdır. Tamamilə razıyam. Məntiqi tapşırıqlar uşağın problem həll etmə bacarığını inkişaf etdirir. Tamamilə razıyam. Erkən yaşda uşaqlara rəqəmsal texnologiyalardan istifadə öyrətmək məqsədə uyğun deyil. Razı deyiləm, qətiyyən razı deyiləm. Qismən. Nə çox istifadə edilir, nə az, orta səviyyə. Müxtəlif fəaliyyət güşələri uşaqların maraq və ehtiyaclarına uyğun hazırlanmalıdır. Razıyam. Tamamilə. Tərbiyəçi uşağın nitq inkişafına təsir etməz. Razı deyiləm. Qətiyyən. Qətiyyən. Sahilə müəllimə. Bəli. 91. Məşğələ zamanı uşaqlara seçim haqqı tanıması demokratik mühitin formalaşmasına kömək edir. Tamamilə razıyam. Dəyərlər yalnız ailədə öyrənməli, bağçada bu barədə danışmağa ehtiyac yoxdur. Qətiyyən razı deyiləm müəllim. Bəli. Tənqidi düşüncə bacarıqlarının inkişafı üçün uşağa sual verməyə öyrənmək vacibdir. Razıyam müəllim. Tamamilə. Tamamilə razıyam. Uşaqlara verdiyi suallara ciddi yanaşmaq, onların maraqlarına hörmət edilməlidir. Uşaqlara verdiyi sual. Hörmət əlamətidir. Verdiyi suallardır. Müəllim, razıyam burada. Tamamilə. Suallarına ciddi yanaşmalıyam da uşağın. Başa düşdüm. Uşaqların oyun zamanı sərbəst ifadə imkanları onların yaradıcı düşüncəsi inkişaf etdirir. Tamamilə razıyam. Samsung 536. Samsung 901. Mənim. 96. 96-da. Erkən yaşda əməkdaşlıq bacarığının formalaşması gələcək komanda işinə mənfi təsir edir. Qətiyyən komanda ilişir. Məktəbə qədər təhsildə məqsəd uşağın hər tərəfli inkişafını təmin etməkdir. Tamamilə razıyam. Tərbiyəçi uşağın inkişafında ailə ilə əməkdaşlıq etmək borclu deyil. Qətiyyən borcludur. Planlaşdırma zamanı uşaqların fərdi maraqları əsas götürülməlidir. Tamamilə uşağın marağı əsas götürülür. Razıyam. Tamamilə. Uşaqlara problemlərin birdən çox həll yoludur. Bəli, tamamilə razıyam. Cümləni bir sona qədər Qətiyyən.
Orada da belə etsəz keçdiniz. Ay mənim oxumaqdan Diqqətli bütün olun. başım yorulub. Diqqətli olun. Ya, Cümləni ya. sona qədər oxuyun. Sevinç müəllimim. Nitq inkişafı fəaliyyəti yalnız dil bacarıqları üçün yox, sosiallaşma üçün də vacibdir. Tamamilə razıyam. Məktəbəqədər müəssisələrdə oyunlar sadəcə əyləncə məqsədi ilə istifadə olunmalıdır. Məsələ sadəcə qətiyyən razı deyiləm. Təlimin uşağın inkişafına uyğunlaşdırılması, onun maraq və ehtiyaclarına əsaslanmalıdır. Tamamilə razıyam. Müzakirə, debat və fikir bildirilməsi kimi fəaliyyətlər uşaqlar üçün uyğun deyil. Qətiyyən razı deyiləm. Əmək fəaliyyətləri uşaqlara məsuliyyət, əməksevərlik və intizam öyrədir. Tamamilə razıyam. Zeynalova Sevinç. Sevinç Zeynalova. Sinarə müəllimim. Müəllimə səsi açınca Sensor oxuyur müəllim. Adınız çəkən kimi səsi açın, xahiş edirəm. necə eşitmədim müəllim? Sevinç müəllim oxusun, sonra Sinarə müəllimə. Hə, müəllimə necədən başlayacağım? Diqqətli qulaq asa bilmirdim uşağa görə. 6. Sensor inkişaf fəaliyyətləri uşağın ətraf mühitlə əlaqəsini gücləndirir. Sensor inkişaf fəaliyyətləri. Müəllimə, ümumiyyətlə cümləni tam olaraq Sensor inkişaf, iyi bilmə, dad bilmə, taktil toxunma, eşitmə, görmə. sensor inkişaf o deməkdir. Fəaliyyətlər uşağın ətraf mühitlə əlaqəsini gücləndirir. Tamamilə razıyam. Təfəkkür növlərinin inkişafı üçün müxtəlif üsul və vasitələrdən istifadə olunmalıdır. Təfəkkür növlərinin inkişafı üçün müxtəlif üsul və vasitələrdən istifadə olunmalıdır. Tamamilə razıyam. Tərbiyəçi yalnız akademik bilik verməyə fokuslanmalıdır. Qətiyyən razı deyiləm. Uşaqların fəaliyyətdə iştirak səviyyəsinə görə dəyərləndirilməsi onların inkişafını stimullaşdıra bilər. Uşaqların fəaliyyətdə iştirak səviyyəsinə görə dəyərləndirilməsi onların inkişafını stimullaşdıra bilər. Tamamilə razıyam. Uşaq mərkəzli təlim mühiti daha effektiv nəticələrə gətirib çıxarır. Uşaq mərkəzli təlim mühiti daha effektiv nəticələrə gətirib çıxarır. Bu razıyam olar, yoxsa tamamilə razıyam qaldım. Tamamilə uşaq mərkəzindən Uşaq söhbət gedir. mərkəzli. Aha, tamamilə razıyam. Sinarə müəllimə. Fərqli yaş bacarıq səviyyəsində olan uşaqlar birlikdə öyrəndikdə daha zəif uşaqlar zərər görür. Razı deyiləm. Təcrübəyə əsaslanan öyrənmə uşaqlar həyatla əlaqəli bilik əldə etməyinə imkan yaradır. Təcrübəyə əsaslanan uşaqların həyatla əlaqəli bilik əldə etməyinə imkan yaradır. Razıyam. Tamamilə təcrübə var. Uşaq fəaliyyətində sərbəstlik onların təşəbbüskar olmasına səbəb ola bilər. Razı deyiləm. Tamamilə razıyam. Razıyam, tamamilə. Tərbiyəçi uşağın fəaliyyətində yalnız nəticəyə yox, prosesi də izləməlidir. Tamamilə razıyam. Qız ancaq belli xala. Səsləri bağlayın. Uşağın özünü ifadə etməsi onun şəxsiyyət kimi formalaşmasına yardım edir. Tamamilə razıyam. Sevinç Zeynalova, səsi bağlayın. Sənanə müəllimə. Sinarə müəllimə, siz də bağlayın. Oxuyandan sonra zəhmət olmasa səsləri bağlayın. Çox üzr istəyirəm, mən bilməmişəm. Çox üzr istəyirəm, səs açıq qaldı.
Rənanə müəllimə. Savad təliminə hazırlıq fəaliyyətləri uşaq məktəbə getdikdə başlayır. Qətiyyən razı deyiləm. Məktəbəqədər yaşlı uşaqlara sosial bacarıqların aşılanması vacib sayılmır. Qətiyyən razı deyiləm. Təlimin nəticə yönümlü olması uşağın inkişafını məqsədyönlü şəkildə istiqamətləndirilməsinə şərait yaradır. Tamamilə razıyam. Uşaqlara təbiəti qorumağın vacibliyi yalnız məktəb yaşında öyrədilməlidir. Razı deyiləm. Tərbiyəçinin etik davranışı uşaqda hörmət və etimad hissini formalaşdırır. Tamamilə razıyam. Tərfinaz müəllimə. Uşaqlara verilən azadlıq onların məsuliyyətsiz davranmasına gətirib çıxarır. Qətiyyən razı deyiləm. Razı deyiləm, kifayətdir. Tərbiyəçi özünü daim inkişaf etdirməli və yeni üsul və yanaşmalardan istifadə etməlidir. Tamamilə razıyam. Uşaqların iştirakı ilə aparılan ekskursiyalar onların dünya görüşünü zənginləşdirir. Tamamilə razıyam. Ekskursiya. Uşaqlara səhv etməyə imkan verilməməlidir. Çünki bu onları inamını azaldır. Qətiyyən razı deyiləm. Bəli, uşaq səhvdən öyrənməlidir. Kurikulumda əsas məqsəd uşağın potensial imkanlarını üzə çıxarmaqdır. Tamamilə razıyam. Tavat Qurbanzadə. Bəli, müəllimə, buradayam. Okay. Məktəbəqədər təhsildə texnologiyalardan istifadəsi uşaqların inkişafını dəstəkləyə bilər. Texnologiyaların istifadəsi uşaqların inkişafını dəstəkləyə bilər. Burada razıyam. Razıyam, deyək qismən. Qismən razıyam, bəli. Uşaq yalnız müəllimin dediyini etməli, öz təşəbbüsünü qeyd etməməlidir. Qətiyyən razı deyiləm. Daxili motivasiya uşağın təlimə münasibətində mühüm rol oynayır. Daxili motivasiya uşağın təlimə münasibətində mühüm rol oynayır. Razıyam olur. Tamamilə. Valideynlərlə güclü əməkdaşlıq uşağın inkişafına müsbət təsir göstərir. Tamamilə razıyam. Oyun zamanı uşağın özünü təhlükədə hiss etməsi təbii haldır və müdaxilə olunmamalıdır. Burada da razıyam. Olur. Peki, yəni müdaxilə olunmamalıdır. Müəllimə, çox üzr istəyirəm. Mənə ətqaz gəldi. Niyə? Nəsə təbii haldır və müdaxilə olunmamalıdır. Nə müəlliməsi? Təsis üçün müraciətiniz növbəti mərhələyə uyğun hesab edilməmişdir. Birazdan baxarıq. İndi dərsi pozmayaq, xahiş edirəm. Bəli, burada qətiyyən razı deyiləm, oluram. Sonra Mələk müəllimə oxuyun. Uşaqlara erkən yaşda qayda-qanunların öyrədilməsi onların məsuliyyətli vətəndaş kimi yetişməsinə yardım edir. Tamamilə razıyam. Yaradıcılıq bacarıqları sadəcə musiqi və rəsm fəaliyyəti ilə inkişaf etdirilə bilər. Sadəcə razı deyiləm. Qətiyyən razı deyiləm. Tərbiyəçi bütün uşaqlara qarşı eyni münasibəti göstərməlidir. Tamamilə razıyam. Uşaqların fikirlərini dinləmək və nəzərə almaq onların özünə inam hissini gücləndirir. Tamamilə razıyam. Mən tənqidləri sakit və anlayışla qarşılayıram. Tənqidləri tamamilə razıyam. Türkan müəllimə. Türkan müəllimə. Salam müəllimə. Oxuyuram 36-nı. Tənqidlə qarşılaşanda əvvəlcə sakitləşib, sonra reaksiya verirəm. Burada müəllimə qismən razıyam. Çünki birinci sakit formada reaksiya vermək lazımdır. Bəli. Tamamilə razıyam. Əgər bir işə söz vermişəmsə, istənilən çətinlikdə belə onu yerinə yetirməyə çalışıram. Mən burada razıyam. Çünki əgər söz vermişəmsə, onu etməliyəm. Tamamilə razıyam. Sonra mən insanlara etimad göstərməkdə çətinlik çəkirəm.
Burada qismən razıyam. Yox, razı deyiləm. Necə güvən hissi. Uşaqlarla da işləyirik biz. Hə, onda orada razı deyiləm götürməliyik. Hə. Başa düşdüm. Əgər özümü narahat hiss edirəmsə, bu hissi uzun müddət içimdə saxlayıram. Burada müəllimə razıyam, çünki bunu uşaqlara bildirməməliyik. Sonra əgər mən Razı 39-da deyiləm. razı Narahat deyiləm. hissi niyə içində saxlayım? Uşaq da mənə baxsın, mənim kimi olsun. Yox. Hə, başa düşdüm. Mübahisəli vəziyyətdə qarşı tərəfin yerini özümü qoymağa çalışıram. Burada razıyam. Çünki empatiya Tamamilə. hissi olmalıdır. Tamamilə razıyam. Düz deyirsiniz, amma düz variantı demirsiniz. Empatiya tamamilə. Tamamilə empatiya. Aha. Türkçanə müəllimə. Salam müəllim. Tamam. Mən tənqidi qəbul etməkdə çətinlik çəkmirəm. Çəkmirəm. Razı deyiləm. Niyə? Çəkmirəm də tamamilə razıyam. Müəllimə Tənqidi səhv var. qəbul Səhv etmirəm. başa düşdüm. Bəli, tamamilə razıyam. Qətiyyən Yorucu işlərdə motivasiyam tez düşür və işi yarımçıq qoyuram. Qətiyyən razı deyiləm. razıyam. Öz səhvimi etiraf etmək mənim üçün problem deyil. Öz səhvimi etiraf etmək mənim üçün problem deyil. Müəllimə burada Razıyam. razı Səhvimi qoymağı razıyam. bilirəm. Başqalarının uğuru məni qısqanclığa deyil, ruhlandırıcı düşüncələrə yönəldir. Burada razıyam da, yəni tamamilə razıyam. Olar? Müəllimə yoxsa razıyam? Razıyam. Daha önemli. Aha. Mənim üçün planlı və arzu işləmək vacibdir. Razıyam. Tamam. Salih koduna. İkisi də ola bilər mi? Bəli. Rüsmanə Sağ olun. müəllim oxuyun. Salam müəllimə. 46. Emosiyalarımı emosiyalarımı idarə etməkdə çox vaxt çətinlik çəkirəm. Razı deyiləm. Mən qərar verməzdən əvvəl bütün variantları analiz etməyə çalışıram. Razıyam. Tamamilə. Mən bəzən hisslərimi uduzub düşüncəli hərəkət edə bilmirəm. Razı deyiləm. Çətinlik qarşısında tez ümidsizliyə qapılıram. Qətiyyən razı deyiləm. 50. Mən empatiya bacarığıma güvənirəm. Tamamilə razıyam. Empati, ünsiyyət. Qarşılıqlı Bəli. Zeynəb müəllimə. Mən sosial mühitə tez uyğunlaşa bilirəm. Tamamilə razıyam. Əgər biri mənə haqsızlıq edərsə, bunu sakit şəkildə izah etməyə çalışaram. Razıyam. Başladığım işi yarımçıq qoymaq məni narahat edir. Tamamilə razıyam. Razıyam ki. İnsanların hisslərini tez anlayıram. Razıyam. Gözlənilməz hadisələr məni tez həyəcanlandırır. Qismən. Ziba müəllimə. Bəzən öz hisslərimi düzgün ifadə edə bilmirəm. Razı deyiləm. Qrup şəklində işləməkdə özümü daha rahat hiss edirəm. Razıyam. Mən məsuliyyətdən qaçmıram. Razıyam. Tamam. Tamam. Tənqid olunanda ilk olaraq müdafiə keçirəm. Düzgündür ki, Razı müəlliməm. deyiləm. Razı deyiləm. Mən öz daxili səssizliyimə qulaq asmağı bacarıram. Razıyam. Zimiyyət müəllimə. Mənim üçün planlı yaşamaq spontanlıqdan daha üstündür. Müəllimə, spontanlıq nə deməkdir ki? Bədahətən. Bədahətən mənim üçün Ani planlı qərarlar. yaşamaq. Qismən. Hər adamda fərqlidir. Səhv etdikdə dərhal üzr istəməyə hazıram. Razıyam. Mənim üçün təşəkkür almaq motivasiya rolunu oynayır. Buna da razıyam. Mən kənardan gələn təzyiqə tez boyun əyirəm. Razı deyiləm. Qətiyyən. Qətiyyən. Qarşı tərəfin davranışındakı səbəbləri anlamağa çalışıram. Tamamilə razıyam. Zöhrə müəllimə. Mən özümə qarşı bəzən çox sərt oluram. Razı deyiləm. Mən qərardan çox əziyyət çəkirəm. Razı deyiləm. Çətin situasiyada öncə sakitləşib, sonra reaksiya verirəm. Razıyam. Mübahisə zamanı
Haqlı olsam belə güzəştə gedə bilirəm. Razıyam. Evet. Zoom kullanıcısı adı ile giren müəllim. Səsləri bağlayın. Deməkdən yoruldum artıq. Cəlal adı ilə girən müəllim. Diqqət, biraz diqqət. Bəli, müəllim. Səsi bağlayın. Mən tənha Cəlal adı ilə girən müəllim. Səsi bağlayın. Oxumusunuz Bəli. siz. oxumamışım müəllim. Oxuyun, yaxşı. Mən tənha qalanda özümü toparlamağa çalışıram. Razıyam. İşlər plan üzrə getmədikdə panikaya düşürəm. Qətiyyən razı deyiləm. Sadəcə razı deyiləm. Mən problemləri danışaraq həll etməyi üstün tuturam. Razıyam. Tamam. Mənim üçün emosional dəstək maddi dəstəkdən daha önəmlidir. Tamamilə razıyam. Başqasına kömək etdikdə özümü daha faydalı hiss edirəm. Tamamilə razıyam. Bəli. Zülfiyə müəllimə. Bəli. Mən insanlarla münasibətdə tez inam yaradıram. Tamamilə razıyam. Qəfillərə uyğunlaşmaqda çətinlik çəkirəm. Razı deyiləm. Mən özümə qarşı ədalətli olmağa çalışıram. Tamamilə razıyam. Razıyam da kifayət edər. Mənim üçün uğurla yanaşı daxili rahatlıq da vacibdir. Tamamilə razıyam. Əgər biri məni incitsə, onu uzun müddət bağışlaya bilmirəm, razı deyiləm. Ayşin müəllimə. Mən qərar verərkən başqalarının fikrini nəzərə alıram. Razıyam. Mən öz zəif cəhətlərimi yaxşı tanıyıram. Razıyam. Mübahisə zamanı yüksək səslə danışmaqdan çəkinirəm. Qismən razıyam. 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 Qəzəblə verdiyim qərarlardan çox peşman oluram. Razıyam. Mən insanların davranış motivlərini anlamadan mühakimə etmirəm. Razıyam. Tamamilə. Tamamilə razıyam. İponi adı ilə girən. Ləman Rəfiyeva. 86-dan oxuyum da. Mənim üçün emosional təhlükəsizlik, fiziki təhlükəsizlik qədər vacibdir. Tamamilə razıyam. Mən yenilikləri qəbul etməkdə çətinlik çəkmirəm. Razıyam. Özümə qarşı çox təhlükəliyəm. Razıyam. Mənim üçün bağışlamaq rahatladıcı bir davranışdır. Razıyam. Mən öz hisslərimi ifadə etməkdə çəkinmirəm. Razıyam. Ümidə müəllimə 95 qədər oxuyun. Salam müəllimə. Mən özümə zaman ayırmağa çalışıram. Razıyam. Səssiz qalmaq bəzən mənim üçün bir müdafiə mexanizmidir. Razı deyiləm. Razıyam. Mən yalanı asanlıqla müəyyən edə bilirəm. Razıyam. Mən dəyişiklikləri müsbət qarşılayıram. Razıyam. Tamamilə. Əgər nəyəsə inanıramsa, ona qədər müdafiə edirəm. Tamamilə razıyam. Şahmurad adı ilə girən müəllim.
Özümü başqalarının yerinə qoyaraq qərar verməyə çalışıram. Tamamilə razıyam. Mənim üçün qarşılıqlı hörmət hər münasibətin əsas şərtidir. Tamamilə razıyam. Mən özümü tez günahlandırıram. Razı deyiləm. Mən başqalarının xoşuna gəlmək üçün özümü dəyişdirmirəm. Razıyam. Mənim üçün sakit bir mühitdə işləmək daha effektivdir. Tamamilə razıyam. Bəli. Sonra içmək. Kimlər qaldı bir gün daha oradan da bax. Şöyle müəllimə. Salam. Mən özümə qarşı ədalətli davranmağa çalışıram. Razıyam. Neçə saat olacaq dərs? Hər kəs 5 sual oxuduqdan sonra bitəcək. Mən mən insanlara ikinci şans verməyi lazım bilirəm. Razıyam. Mən keçmiş səhvlərimi tez-tez xatırlayıb özümə yüklənirəm. Razı deyiləm. Mən gözlənilməz hadisələr qarşısında da özümə inamlı davranmağa çalışıram. Razıyam. Mənim üçün daxili sakitlik ən yüksək prioritetlərdən biridir. Razıyam. Davam etsin Şəhanə müəllimə. Mən tək qalmaqdan çəkinmirəm. Razıyam. Mən özümə güvənməyə çalışıram, hətta səhvlərim olsa belə. Tamamilə razıyam. Mən duyğularımı kənara qoyub qərar verə bilirəm. Tamamilə razıyam. Razıyam lütfən. Mən öz zəifliklərimi qəbul edə bilirəm. Razıyam. Tamamilə. Tamamilə. Mən çətinliklərlə üzləşəndə dərhal çıxış yolu axtarıram. Tamamilə razıyam. Əfsanə müəllimə. Bəli. Mən insanları olduğu kimi qəbul etməyə çalışıram. Tamamilə razıyam. Mən hər uğursuzluqdan bir dərs çıxarmağa çalışıram. Tamamilə razıyam. Mən hisslərimi düzgün və səmimi ifadə etməyə çalışıram. Razıyam. Mən qarşımdakı insanla empatiya qurmağı münasibətin əsas hissəsi hesab edirəm. Tamamilə razıyam. Əgər müzakirə gərginləşirsə, qarşı tərəfi dinləyib empatiya qurmağa çalışıram. Razıyam. Tamamilə. Tamamilə razıyam. Nevri adı ilə girən müəllim. Salam müəllimə. Tamam. Çətinliklər qarşısında geri çəkilmirəm, əksinə onları fürsət kimi görürəm. Razıyam müəllimə. Mən başqasının uğruna ürəkdən sevinə bilirəm. Bəli, tamamilə razıyam. Mən öz fikrimi əsaslandıraraq sakit şəkildə ifadə edə bilirəm. Tamamilə razıyam. Razıyam da kifayətdir. Ədalətsizliyə qarşı səssiz qalmaq mənə çətindir. Bəli, razıyam. Qrup içində fikir ayrılığı yaranarsa barışdırıcı rolunu üzərimə götürürəm. Razıyam. Tamamilə. Mən verilmiş tapşırıqları vaxtında yerinə yetirməyə çalışıram. 20-yə qədər. Oxumayan 2 dənə Zoom kullanıcısı adı ilə girən müəllim qalmısınız. Oxumayanlar adınızı çəkirəm, səs açın, bilim. Salam müəllimə. Oxumayan kim qaldı? Mən qalmışam. Könül Fərzili. Adınız necə oldu? Könül. Könül müəllim oxuyun. Hər bir zaman iyi gəlir. Mən də qalmışam Gül Məmmədzadə. Kimlər qalıb? Könül müəllimə, sonra kim qalıb? Nələr qalsın oradan? Gülər. Əfşan, Könül, Gülər.
Səsləri bağlayın. Sırayla. Könül müəllimə ilk öncə siz, sonra Rəfşan müəllimə. Aha. Mən verilmiş tapşırıqları vaxtında yerinə yetirməyə çalışıram. Tamamilə razıyam. Hər zaman hərəkət etməmişdən əvvəl düşünürəm. Tamamilə razıyam. Razıyam da Ə, kifayətdir. Aha. Əgər mübahisə kəskinləşərsə, sakinləşdirmək üçün bir müddət susmağı seçirəm. Razıyam. Hı hı. Başqasının səhvini anlayışla qarşılayıram və empati qururam. Razıyam. Tamamilə empatiya. Aha. Mən özümə qarşı tələbkar, amma başqalarına qarşı anlayışlıyam. Tamamilə razıyam. Razıyam da kifayətdir. Əfşan müəllimə. Əfşan Bəli, müəllimə. müəllimə. Oxuyun. Neçədən qalmışdıq? 27. 27. İş zamanı başqalarına köməyə ehtiyacı varsa yardım etməkdə çəkinmirəm. Tamamilə razıyam. Razıyam kifayətdir. Münaqişə zamanı qarşı tərəfi dinləməyə üstünlük verirəm. Razıyam. Hı hı. Mən hissli anlarımda fiziki və ya emosional reaksiyaları nəzarət edə bilirəm. Tamamilə razıyam. Əgər bir işə söz vermişəmsə, onu sona çatdırmağa çalışıram. Tamamilə razıyam. Qrupla işlərində üzərimə düşən məsuliyyəti tamamilə yerinə yetirirəm. Tamamilə razıyam. Hı hı. Gülər müəllim oxuyun. Otuz birdən müəllimə. Bəli. Yeni kollektiv və mühitlərə tez uyğunlaşa bilirəm. Tamamilə razıyam. Çətin bir tapşırıq qarşısında ruhdan düşmək yerinə özümü motivasiya etməyə çalışıram. Tamamilə razıyam. Müəllimə bir şey soruşum. Burada tamamilə razıyam və razıyam ikisindən birini seçsək səhv sayılmır. Səhv sayılmır. Sadəcə faiz ya aşağı ya çox göstərir. Hə. Məktəbə qədər və ya digər bir yerdə münaqişəli bir vəziyyətə düşərsə, siz özünüzü ələ alaraq maksimal dərəcədə obyektiv qərar qəbul edə bilərsiniz. Razıyam. Tamamilə. Tamamilə razıyam. Əgər söz verdiyiniz işi yerinə yetirməniz çətindirsə və çoxlu problemlər yaradırsa, siz onu nəyin bahasına olursa olsun həll edirsiniz. Tamamilə razıyam. Hı hı. Çətin bir iş görərkən yoruluramsa, onu dərhal atıram. Razı deyiləm. Qətiyyən. Qətiyyən razı deyiləm. Sonra İşlərimi kim planlı qaldı? şəkildə 5-5. həyata keçirməyi sevirəm. 5-5 Tamamilə oldu. razıyam. Hə, qurtardı. Müəllimə, mən də qaldım. Kim? Könül müəllimə. Oxuyun. İşlərimi planlı şəkildə həyata keçirməyi sevirəm. Razıyam. Tamamilə. Tamam. Kitab oxumağı sevirəm. Razıyam. Quşların nəğmə oxuması məni qıcıqlandırır. Razı deyiləm. Hı hı. Sonra özgüvənliyəm. Razıyam. Sonra başqalarına qarşı kobud davranışlar göstərirəm. Razı deyiləm. Qətiyyən. Yəni razı deyiləm. Yenilikləri sevirəm. 40-a qədər. Bəli, müəllimə. Aygün. Mən də qaldım. Aygün müəllim oxuyun. Yenilikləri sevirəm. Tamamilə razıyam. Razıyam da kifayət edər. Tamamilə də. Başqaları mənim evimin səliqəli olmağını düşünürlər. Tamamilə razıyam. Razı deyiləm. Səliqəli olmadığını. Cümləni düzəltin. Olmadığını üzr istəyirəm, bağışlayın. Bir dəqiqə. Başqalarına görə mən hər kəsdən ağıllıyam. Razı deyiləm. İsmən, niyə ki? Hər kəsin öz fikri var. İsmən razıyam. Yəni daha sonra başqalarına görə mən özümdən çox razıyam.
Bəli, razıyam. Razı deyiləm. Özümdən razı olmaq. Yekə xanalıq. Ə, Qətlərim. Mən istəyərəm ki, məni sevməyənlərin qarşısında bahalı avtomobillə keçən zaman məni görsünlər. Qətiyyən razı deyiləm. Bəli. Sonra Dəmirov Nəzrin. Bəli, müəllimə. Uşaqların inkişafı ilə bağlı valideynlərlə əməkdaşlıq etmək lazımdır. Tamamilə razıyam. Uşaqlarla işləmək məsuliyyətli işdir. Tamamilə razıyam. Uşaqlar nadinçlik edərkən cəzalardan istifadə Müəllimə. Uşaqlar nadinçlik edərkən cəzalardan istifadə edə bilərik. Qətiyyən razı deyiləm. Razı deyiləm də seçmək olar. Oyun uşaqların həyatına müsbət təsir göstərir. Tamamilə razıyam. Uşaqların başqa uşaqlarla birgə vaxt keçirmələri uşaqlar üçün müsbətdir. Tamamilə razıyam. Bəli. Başqa qaldı?